Bildiyiniz kimi bədənimizin ən böyük hissəsini dəri təşkil edir. Ən böyük hissəsi, özünüz də bilirsiniz ki, ən böyük hissəsi dəridir. Dərimizi də örtü hissəsi, dərimizin örtü hissəsi saçlarımızdır da, bilirsiniz bunu. Ona görə biz hər zaman həm dərimizi və örtük hissəsini, saçı biz daimi elə bir şampun seçməliyik ki, həm necə deyim, təbii şampun olmalıdır, bio şampun olmalıdır və saça zərər verməməlidir. Çünki bugün o qədər bəzi məişəyi bilinməyən şampunlar, sexlər var ki, bugün elə Sumqayıtda, Sarayda açırlar, doldururlar içini, satışla məşğuldurlar. Hansı ki, onlar bugün "Nasılsın abla, canım benim, ne yapıyorsun aşkım?" Bugün o qədər yəni əziyyət verirlər insanlara da, hansı ki, hansısa bir əmtə nişanından istifadə edirlər, kiminsə logosundan istifadə edərək məşhur şampunların belə saxtalaşdırıb satışınla məşğuldurlar. Bu da hansı ki, insanların saçında həm apalasiyaya səbəb olur, həm ekzemaya səbəb olur, həm də kəpəyə səbəb olur. Bu bildiyiniz kimi çox belə qlobal bir problemdir bugün. Biz bundan rastlaşırıq. Əgər o hansı ki, dəyərsiz, hansı ki, məişəyi bilinməyən və istehsal tarixi, istehsal yeri olmayan, tarix indi asandır, hamısı altına tarix vururlar. Rahat bir şey tapıblar, vururlar, satışı ilə məşğuldurlar. İdxalı olmayan məhsulu ümumiyyətcə almayasınız. İdxal olunmayan. Mütləq idxalına baxın, sertifikat tələb edin. Gömrük bəyannaməsində birinci növbədə Səhiyyə Nazirliyinin sertifikatını istəyir ki, əgər Səhiyyə Nazirliyi sertifikat veribsə, bu ölkəyə girə bilər. Onda biləcəksiniz ki, bu mal həqiqətən idxal olunmuş, xaricdən gəlmiş maldır. Xoş gəldin Günay, xoş gəldin canım mənim.